Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçidə əlilliyə çıxmaq istəyən şəxslərin bu hüquqdan istifadə etməsinə əlçatanlığı yaxşılaşdıracaq. Xəbərə doğru bildirir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna edilən dəyişikliyi şərh edərkən deyib. Musa Quliyev bildirib ki, indiyə qədər meyarlar olduqca məhdud sayda klinik və patoloji hallar özündə əks etdirdiyinə görə xəstə olan insanların çoxu bu hüquqlarını reallaşdıra bilmirdi. Ancaq əlilliyin müəyyən olunmasında faiz dərəcəsinə keçməklə daha geniş spektrdə əlilliyi müəyyən etmək mümkün olacaq. Yeni qeydiyyatlarla 800-ə yaxın meyar tətbiq olunacaq.